Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, ATV-lər məhəlləsi deyilən ərazidə, hündür bir ərazidə, yuxarı yola yaxın, demək olar, hörmətli izləyicilər, Binəqədi yolu, Xırdalan dairəsindən Binəqədə gedən yola daha yaxındır. Amma əslində Biləcəri ərazisidir. ATV məhəlləsinin düz yuxarı ərazisində, hündür bir ərazisində 2 otaqlı, demək, təmirli bir evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırım, bu ev həm də kreditlə veriləcək. Yəni, bəri başdan deyim, nəzərinizə çatdırım, kreditlə də verilir. Belə nağda satılır. Demək, bax, gördüyünüz ki, bura həyətyanın sahəsidir. Demək, balaca bir həyəti var, paltar sərmək üçün. Belə bir yeri var. Bu bir dənə ətraflı çəkirəm. Diqqətlə baxın, hörmətli izləyicilər. Demək, bu hissəsi gördüyünüz kimi, bax, bura həyətyanın sahəsidir. Buradan ətraflı çəkirəm. Keçəndə, bax, buradan yenə də qaydırıq evin içinə. Girən kimi buradan sol tərəfdə mətbəx olacaq. Mətbəx yeri hamısı çəkilib, bir dənə mətbəx mebeli yoxdur. Sağ tərəfdə burada sanuzel hissəsidir. Sanuzel hissəsi aksesuarlar qurlaşdırıb, təmir qaydasındadır. Yenə qeyd edirəm, ev həm kreditlə də verilir. Yəni, ilk ödənişləri siz nəzərinizə çatdıracam, qiyməti də deyəcəm. Geniş bir burada qonaq otağıyla rastlaşırıq. Gördüyünüz kimi, hörmətli izləyicilər, qonaq otağı da bax belə genişliyi hardasa 20-25 kvadrat olar. 4-ün 5-i, 5-in 5-dən 4 neçəyə belə 20-dən çoxdur. Nəzərinizə çatdırım, qonaq otağıdır. Burada da bir dənə geniş yataq otağı var. Gördüyünüz kimi, bu da hardasa 15-16 kvadrat olar. Kombi sistemlər zaten çəkilib, sadəcə bir dənə kombi qoyulub, bunu nəzərinizə çatdırım, amma sistemlər çəkilib, kombi qoyulmayıb. Amma sistemlər var. Gördüyünüz kimi, burada bir ayrıca bir yataq otağıdır. Yataq otağı da təmiri vəziyyətdədir. Hörmətli izləyicilər, nə varsa hamısını təqdimatda göstərdim. Pəncərlərlə də görürsünüz, təmiz hava gəlir, oradan pərdədə yerlənir. Hörmətli izləyicilər, kimlər seviniz satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Ses Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın. Keçən də evin qiymətinə. Evin qiyməti nəzərinizə çatdırım 45 mindir. Nağdı qiymətə endirim olmağına olacaq. Yəni birbaşa sahibi ilə danışacaqsınız. Kreditlə istəyən olsa 35 min ilk ödəniş edib yerdə qalanında aylığa bölmək olar. Yəni nəzərinizə çatdırım ki, yəni çatmayan pulun kreditə də salmaq olar. Bunu nəzərinizə çatdırmaq istəyirəm, hörmətli izləyicilər. Kimsə pulu çatmasa mümkündür. Kreditə də salmaq mümkündür. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Amin.